القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. لولا اذ سمعتموه قلتم ما یکون لنا ان نتکلم بهذا. Ayə 16 Nur surəsindən. Efk cərəyanını Allah-u Teala yenə davam verir. Çün İslamda aburu önəmdir. Mal da insana lazımdır. Lakin insan bəzən malını xərcləyər, aburusunu saxlasın. İslamda dəyərlər dərəcələri vardır. Malın bir dərəcəsi var, insanın canının bir dərəcəsi var, aburusunun bir dərəcəsi var, dininin bir dərəcəsi var. Bəzən birini birinə qurban verər, birini birinə fəda eləyər. İnsan malını adətən fəda eləyər canına, fəda eləyər aburusuna, fəda eləyər dininə. Bunlar bir sıra dərəcələrdir ki, insan nəzərdə almalıdır. Bu hadisədə çün möminlərin bir sadəlığından münafiqlər istifadə edədilər və gəldilər Peyğəmbərin həyat yoldaşına bir cərəyan düzətdilər, bir ləkkə istədilər yaysınlar və Allah-u Teala belənci bir reaksiya göstərir və ümumiyyətlə möminləri burada ayırtmaq istəyir. Möminləri diqqətli olmaq istəyir, başqasının aburusuna rahat cəmiyyətdə icazə verməsinlər, yayılsın və töhmətlər genişlənsin. Allah-u Teala buyurur, Levla istəmeytumu, vaxtı siz eşitdiniz, niyə reaksiyonuz belə olmadı? Levla qultum, niyə demədiniz? Ma yekunu lena en netəkəlləm bihaza. Bizə olmaz belə danışaq. Niyə bizə olmaz belə danışaq? Bir budur ki, bu töhmətdir, subutsuz bir sözdür, bir bu. İkinci budur ki, biz əqidəmiz var, Peyğəmbərlər, həyat yoldaşları heç vaxt əxlaqsız dalınca olmazlar. Siz əqidəzdə ayaq altına qoydunuz. Peyğəmbərin həyat yoldaşı mümkündür, siyasi baxımdan dindən uzaq ola, kafir ola. Nuh Peyğəmbər kimin ki, həyat yoldaşı belə idi, Lut Peyğəmbər kimin. Amma Peyğəmbərlərin həyat yoldaşları əxlaqsız hərəkətlər olmaz bilələrindən. Bu, ilahiyyatda bir konkret qanundur. Çünki Peyğəmbərin onda Peyğəmbərliği, təbliği naqis olar və bir növ cəmiyyətdə mənfi reaksiya ilə üzbəyiz olar. Nifrət yaradıcı sifətlər cəmiyyətdə Peyğəmbərdə olmaz. Niyə siz demədiniz, bizə olmaz bu cür danışaq? Niyə olmaz? Həm əqidəmizlə uyğun deyil olmaz, həm subutsuz sözdə olmaz. Yəni siz susmaq bəhsə hətta deyil. Bir, budur ki, insan bir hadisədə susa, bir də budur ki, yox, o hadisədə izahat verə, o hadisədə aydınlıq verə. Deyir, siz niyə bu cür söz demədiniz? Subhanəcə. Allah, sən eybidən uzaqsan, paçsan. Yəni, burada bir məsələ baş tutubdur ki, kinayədir bundan ki, siz bu işi görməməliydiniz. Yaymamalıydınız. Əksinə,
ayrı forma reaksiya göstərməliyiz ki, bizə olmaz bu cür danışaq. Haza buhtanın əzim. Sizcə əvəzinə belə deyirsiniz. Bu böyük buhtandır. O ki Allahın nəzdində böyükdür. Bu məlumdur, daha çox əzəmətli bir şeydir. Bəzən bəşər bir zadı böyük görər. Məsələn, bəşər bir binanı 60 təbəq olsa, 100 təbəq olsa çox böyük görər. Bir ərazidə bir 70 təbəqə, 100 təbəqə. Amma Allah-u Teala buyurur, məta'ud dünya qalilun. Tamamı bu dünya, o ərazi yox, kullu bu dünya qalilun, azdır. Eyni halda ki Allah-u Teala buyurur, məta'ud dünya qalilun, buyurur, yevmun əzim. Qiyamət böyükdür ha, qalil deyil, böyükdür. Deyir, bu töhmət də buhtanun əzim. Böyük buhtandır. Birinin abrısın, birini ləkkəliyəsən, birini əxlaqa uyğun olmayan sözlərlə cəmiyyətdə ləkkəliyəsən. Bunlar buhtanun əzim, böyük buhtandır. Ona görə burada dəvət edirik buna ki, siz reaksiyonuz həm əqidizə uyğun bu olmamalıydı, həm bir insan olaraq ağlı sizdə var. Ağl ilə bir zat insan istəsə araşdırsın, odur ki, subutlu söz qəbul eləsin, subutsuz sözü qəbul eləməsin. Sırf bu ki, bunu bir nəfər filan kəs deyir, mən də qulaq günahkarıyam, bu izn olmaz insan danışsın. Xüsusilə insanların şəxsi həyatlarına nisbət, xüsusilə insanların abrılarına nisbət, xüsusilə abrılarında əxlaq abrılarına nisbət. Bu daha diqqətli insan olmalıdır. Ona görə Quran burada buyurur, bu buhtanun əzim. Devamında buyurur ki, yəizukumullah. Allah-u Teala yine burada qeydir haman sözə. Deyir, Allah sizə mauizə eləyir. Mauizə odur ki, insan cəzbedici kəlmələrlə insanların qəlbində təsir qoyar. Bəzən insan hikmət ilə danışar, yəni sübutlu möhkəm söz. Ağlı qidalanar. Bəzən insan mauizə ilə danışar, yumuşaq qəlbə təsir eləyən söz. Allah-u Teala göstəriş verib Peyğəmbərinə ki, o ilə səbili Rabbikə bil hikməti vəl mauizətil həsənə. Nəhl surəsinin 125-ci ayəsi deyir, cəmaatı dəvət elə əvvələn hikmət ilə, yəni subutlu sözlərlə ta imanları mərifət ilə olsun, imanları düşüncə ilə olsun, imanları məntiqi subutlarla olsun. Bu olar hikmət. Bəzən insan iman gətirər, hadisədə bir sıra vəsvəsələr səbəb olar imanı zəifləsin, vəsvəsələr səbəb olar ayağı sürüşsün. Onda mauizə elə. Mauizə, öyüd nəsiyyət qəlbidir ki, iradəsi möhkəmləşsin. Hikmət ağlını möhkəmlədir, yolu yaxşı görür. Mauizə ayağını möhkəmlədir, yolu yaxşı gedir. Görəndən sonra insan mümkündür getməyə, yaxşı getməyə. İnsan bəzən gözü görməz, bəzən ayağı işləməz. Bəzən cəhalətdir məsələsi, bəzən zəlalətdir məsələsi. Bəzən bilmir, bəzən gedə bilmir. Bilmir, hikmət ver, gedə bilmir, mauizə elə. Deyir Allah-u Teala sizi burada mauizə eləyir. Bu məsələdə hissiyyatuza qatılmayın. Bu məsələdə cəmiyyətin yaydığı sözlərlə Peyğəmbərinizdən uzaqlaşmayın. Diqqət eləyin sözlərinizin mənasına, sözlərinizin axırına. Diqqət eləyin bu sözləri kimlər yayır, nə cür yayır. Yəizukumullah ən təudu ləmislihi əbədən. Allah-u Teala mauizə eləyir, daha bunun tayına, buna oxşar hadisələrdə heç vaxt qeytməyin. Əgər möminsiniz, in kuntum müminin. Əgər Allaha imanınız var, bu iman səbəbdir ki, qoymayasınız daha bir də bu hadisəyə qeydəsiniz. Çünki bu imana ziddi bir hərəkət idi. Siz bir şəxsin
əxlaqa uyğun olmayan şayələrini tez yayasınız. Xüsusilə bu şəxs sizin öz peyğəmbəriniz ola. Xüsusilə bu şəxs sizin öz içinizdə ola. Xüsusilə bu şəxsi siz tam tanıyırsınız. Quran burada muizili ta buna insan qayıtmasın. Və buyurur ki, in kuntum mu'minin. Əgər siz müminsiz, bu hadisədə bilənç olun. Və yubəyyinu ləkumul ayat. Allah-u Teala bəzi məsələləri o qədər deyir, ta insanda heç şübhə yaranmasın. Hər tərəfli şəffaf olsun. Onun üzrə surənin əvvəlində buyurdu ki, bu surədə fərəznaha, hökmülər gətirmişik. Sonra buyurdu ki, aydın nişanələr də gətirmişik. O aydın nişanələrdən biri ki, daha şəffafdır, konkretdir, Efk hekayəsində Allah-u Teala'nın insana verdiği hidayətlərdir. Verdiği hidayətlər nədir? İnsanların abrısına diqqətiz olsun. Verdiği hidayətlər nədir? Peyğəmbərinizdən muvazib olun, diqqətiz olsun. Verdiği hidayət nədir? Bir müminin abrısını yaymayın, tez əcələ ilə abrısı geçsin. Allah öz nişanələrini sizə izah eləyir. Quran nazilləməklə Allah bu işləri görür. Vallahu alimun həkim. Allah da əlimdir və həkimdir. Əlim yəni bilən, həkim yəni hikmət edən iş görən. Allah üçün bilir hadisələri və insanı tanıyır, insanın hissiyyatı ilə tanışdır, özü yaradıbdır. Ona görə əlimun, hadisələri bilir, əlimun. Allah-u Teala'nın göstərişləri də bu işi görün, bu işi görməyin. Buna qeyd edir ki, həkimdir. Din Allahın elm və hikmətindən irəli gəlib. Şəriət elm və hikmətindən irəli gəlib. Çünki Allah bilir və hikmət sahibidir. Sizə belənçi bir göstərişlər verir ki, siz bunların dalınca getməyəsiniz. Bu bir muizə idi ki, Allah-u Teala burada buyurur. Yenə də Allah-u Teala devamında bir ayrı baxımdan bu hadisəyə baxır. Daha burada hadisəni hətta şəxsilikdən çıxardır. Bu ayəyə qədər, yəni 18-ci ayəyə qədər Efk hadisəsi bir şəxsi bir hadisə kimin, tarixi bir hadisə kimin, amma Peyğəmbərin həyat yoldaşına aid bir hadisə kimin izahatını verdi. Və bu hadisənin içində Allah-u Teala öz hidayətini buyurdu. Amma bundan bu yana bu ayədə, 19-cu ayədə Allah-u Teala başlayır, bunu bir umumi qanun olaraq İslam cəmiyyətinə izah edir. Umumi qanun nədir? İnşallah gələn cələsə. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Rahman ya